Aynı uzaq. Deyirlər olar. Qızdırmanı ölçmək lazımdır. Heyvanda qızdırma varsa qızdırma iğnəsi vurmaq lazımdır. Qızdırma olmayıb sən heyvana iğnə vurursan, onun bədən temperaturu biraz da aşağı salar axı. Nə bilim, deyirlər, soyuqluysa, elə olanda vururlar, bir silindir. Yəni məndə qoyunlar dabağı necə keçirirlər? Eləsi var qızdırma verir, eləsi var vermir. Yeyə, axsiya elə ötürük. Yəni hər heyvan bir cürə keçir. Hamısı eyni cürə keçirmir də. Vurdum da. Xeyirli olsun, xeyirli. Heç kimə ziyanlıq olmasın nədir? İnşallah da olmayacaqdır. Rahib doktor dedi ki, qorxmayın. O yazda bir dəfə vaksinasiya olubdu. Bu deyibsə də yüngül ötürəcəkdir heyvan. Yazıqdır da heyvanda. Gezə bilmiyor axı. Dünən ikisini mən yavaş-yavaş sürüb aparmışam. Gəlib bizim qapıda yatırdı. Onlarınki qoyun mal saxlamaq deyil qardaş. Gün orta. Onlarınki mal saxlamaq deyil. O yalandan. O göy yaxşı deyil, aparın görün görək yürüyün. Yo, göy yaxşıdır da. Qızdırması varsa ona göy yaxşıdır o heyvana. Yəni quru vermə. Onu veriyəm, yemək yeyə bilmir. O da göy ver, göyü yiyəcəkdir. Göyü yiyəcək inşallah.